əsas məqam var, mən sizə onu qeyd edeyim. Bu paradda Çin istehsalı olan Zenit raket kompleksi təqdim olunacaq ki, Ehtiyatda polkovnik leytenant Əliyev Nizami Eldaroğlu, xüsusi təyinatlı qüvvələr mənsubu. Yine səfərdə, həmçinin yenə də şəhərdəyik. Çünki bugün parad var və bu paradı buraxıb başqa bir rayona gedə bilməzdik. Paradı qaçırmaq olmaz. tıxaca düşməmək üçün gəldik. Artıq avtomobili park edəndən sonra piyada yol alırıq. Burada əsas məqam var, mən sizə onu qeyd edeyim. Bu paradda Çin istehsalı olan Zenit raket kompleksi təqdim olunacaq ki, ən maraqlı məqamlardan biri odur. Görək o nəyə bənzəyir. Sən əfsanəvi taborun komandiri olmusun. Ümumiyyətlə, əfsanəvi taborun tarixi necə oldu müharibə dövründə? Hardan başladı, hardan? Əliyev Nizami Eldaroğlu, xüsusi təyinatlı qüvvələr mənsubu. Əfsanəvi taburun komandiri. Əfsanəvi tabur deməli Füzulidən ön xəttin yarılmasından başlayaraq Cəbrayıl, Hadrut istiqamətində müharibənin ilk günündən daha doğrusu ilk günündən başlayaraq Qaraxanbəli istiqamətindən
Füzuli, Cəbrayıl, Hadrut və Şuşa istiqamətində döyüşlərdə iştirak eləmişdi. Şuşanın azad olunmasından birbaşa iştirak edən taburlardan biri olub. Şəxsiyyəti həm Şuşa döyüşlərində, yəni birinci gündən etibarən Allah şəhidlərimizə rəhmət eləsin. Birinci gündən etibarən şəhid verərək axırıncı günə qədər 8 noyabr zəfər gününə qədər Şuşa döyüşlərində iştirak edib şəhid verən bir tabur olub. Taburumuzda 4 Vətən müharibəsi qəhrəmanı var və ondan başqa da bir çox şəxsiyyəti həm Qarabağ ordeni ilə, həm Bayraq ordeni ilə və digər orden və medallardan təltif olunmuşdur. Taburumuzdan şəhidlərdən Vətən müharibəsi qəhrəmanı İsmailov Camal, Cəbrayılov Sübhan, ondan sonra Mayor Qaflanov Şıxamir və digər Vətən müharibəsi qəhrəmanı və dediyim kimi qəhrəmanlarımız şəhid olub və müharibədə birbaşa iştirak eləmişdir. Mən özüm Füzuli və Cəbrayıl istiqamətindən tabur komandiri kimi birbaşa döyüşlərdə iştirak eləmişəm. Həmən istiqamətlərdə daha sonra ağır yaralanaraq yaralandığıma görə döyüş meydanını tərk eləmişəm. Bugün zəfər günümüzdür. Azərbaycan xalqının, Azərbaycan millətinin, ölkəmizin ən böyük bayramlarından biridir. Biz artıq 300 il artıq idi ki, biz bu zəfər gününə həsrət idik xalq olaraq və nəhayət ki, bu gün 5 il bundan qabaq 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi altında, Cənab Prezidentimizin rəhbərliyi altında xalqımızla birgə, ordumuzla birgə bu zəfər gününə ağır itkilərlə, ağır necə deyim, bədəlləri ödəyərək zəfər gününə nail olduq, zəfərimizi çaldıq. Mən təbrik eləmək istəyirəm bizim xalqımızı, bizim ölkəmizi. Bu müharibədə, torpaqlarımızın azad olunmasında, həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Qarabağ müharibəsində ümumiyyətlə bu 30 il ərzində kimin əməyi keçib, kim yaxından və uzaqdan da olsa iştirak edib, əlindən gələni edib və torpaqlarımızın azad olunmasında birbaşa iştirak edən insanlara minnətdarlığımı bildirirəm, təşəkkürümü bildirirəm. Bu bədəli, bu zəfərin necə deyim, bədəlini ən ağır ödəyənlər əlbəttə ki, bizim şəhidlərimiz olub. Onlar birbaşa canlarını fəda edərək, bu ölkə, bu bayraq, bu millət üçün fəda edərək canlarından keçmişdilər. Həm şəhidlər, həm sizin kimi qazilər, yəni. Hə, olsun, amma şəhidlər yenə də canlarını, necə deyim, yəni fəda elədilər bu ölkə üçün. Onların yaxınlarına mən səbir diləyirəm. Onların bayramlarını mən bugün təbrik edirəm və ümumiyyətlə bütün xalqımızın bayramı mübarək olsun, zəfər günü mübarək olsun. Var olsun bizim xalqımız, ölkəmiz, var olsun bizim Ali Baş Komandanımız. Necə deyim, azadlığımız, suverenliyimiz əbədi olsun. Xalqımızın, necə deyim, birliyi sarsılmaz olsun. Təbrik edirəm. Çox sağ ol qardaş. Sağ olun. Çox sağ ol, var ol. Sağ olun. Cami Təşəkkür qardaş, edirəm. ən belə deyim də mənim yadda qalan müsahiblərimdən biridir. Döyüşdən bir müddət sonra, qısa bir müddət sonra biz həmin o döyüş yolunda izləmişdik. Hansı ki, əfsanəvi tabur orada çox böyük bir əfsanə yazmışdı. Əlbəttə ki. Allah Əfsanəvi şəhidlərimizə rəhmət taburun eləsin. adını bizim bizim şəhidlərimiz əlbəttə ki, necə deyim, o adı qazandırdı və xalqımız da, millətimiz də taburumuza əfsanəvi tabur adı onların ünvanıdır. Yəni onlar artıq, necə deyim, bu adı layiq gördülər bu tabura. Ekranım qaradır, çəkmir. Səhər demiş, videonun başlanğıcında, yəni səhər demişdim, əladır, yol super, əla falan. Səhər əlaydı, parad əlaydı, hər şey əlaydı. Qaydanda bir də yolun günü bu gündədir. Neyse. Bu gün də belə bitdi. Tıxacla başlamadı, amma tıxacla bitdi.